İtkin düşmüş yeniyetmə qız axtarılır. Bu barədə aparıcı Xoşqədəm İdayət qızı paylaşım eləyib. O bildirib ki, Allahverdiyeva Tamara Allahverdi qızı axtarılır. Onu görən şəxslərdən 050 501 0147 nömrəli telefondan əlaqə saxlamaları xahiş olunur. Gəncədə 19 yaşlı tələbə qız dəm qazından zəhərlənərək ölüb. 2007-ci il təvəllüdlü Ləman Əliyeva dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. İlkin tibbi yardıma baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Qeyd eləyək ki, o Gəncə Dövlət Universitetinin 1-ci kurs tələbəsi idi. Hazırda faktla bağlı araşdırma aparılır. Mingəçevir Dövlət Universitetinin İngilis Dili Kafedrasının müdiri Mehdi Rəhimov vəfat edib. Bu barədə universitetin mətbuat xidməti bildirib. Qeyd eləyək ki, 44 yaşlı Rəhimov bir müddət əvvəl səhhətində yaranmış ciddi problemlər səbəbindən Gəncə şəhərində müalicə alırdı. O, həkimlərin səyinə baxmayaraq bugün dünyasını dəyişib. Qeyd eləyək ki, Mehdi Rəhimov ölkənin tanınmış və perspektivli gənc alimlərindən biri hesab olunurdu. O, pedaqoji fəaliyyəti dövründə Gəncə Dövlət Universitetində də İngilis Dili Kafedrasının müdiri vəzifəsində çalışıb.